Salam FTV-nin daimi izləyiciləri, xoş gördük hər birinizi. Bugün həmsöhbətdə Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinin tələbəsi Rəşvin Şirəlizadədir. Rəşvin Azərbaycanda ilk döyüş dronunun prototipini hazırlayan 5 nəfər komandanın rəhbəri olaraq da bilinir. Rəşvin, yenə səni salamlayırıq. Salam. Necəsən? Xoş gördük. Çox sağ olun. Siz yaxşı olasınız, var olun. İlk hazırladığınız dron haqqında məlumat verərdin. Azərbaycanda ilk döyüş dronları kimi istifadə oluna bilər, eləmi? İkinci Qarabağ müharibəsi xalqımızın zəfər yolu olaraq gördüyümüz müharibəmiz. Biz bu müharibəni analiz etdikdə dronların necə böyük rol oynadığını gördük. Bizə necə böyük üstünlük göstərdiyini gördük. Təbii ki, ordumuzun böyük rolu var. Dünya üzərində də müharibələri analiz etdikdə dronların dövlətlərə necə üstünlük yaratdığını gördük və tək bir sual ağlımıza gəldi ki, bizim niyə dövlətimizin və yaxud da xalqımızın özünə məxsus öz dronları istehsal olunmamalıdır. Dron hazırlayışı hardasa 4 aya yaxın bir müddət oldu. Bu zaman biz bir dron hazırlayırdıq, yəni prototip üzərində çalışırdıq, o prototip uğursuz oldu. Yenə də geri addım atmadıq. İkincini hazırlamağa başladıq. Aprel ayının sonları idi artıq. Ad düşündüyümüzdə ulu öndərimiz Heydər Əliyev, onun doğum günü gəlir qarşıdan. Elə onu düşündük. H10 kod adlı dronu, yəni drona bu adı verməyə məqsəd uyğun gördük. Həmin dron artıq təqdim olundu ictimaiyyətə, mən bilən. Bəli. Prototipi təqdim olunub, eləmi? Bəli. Dronun xüsusiyyətlərindən danışardıq. Digər drondan nə ilə fərqlənir? Biz bu prototipdə nə düşünmüşdük? Kəşfiyyat məqsədli olsun, kamikadze məqsədli olsun, hətta üzərində partlayıcı maddə də daşıya bilsin, yəni raket versiyası məsələn. Neçə kilo yük qaldıra bilər? Bu prototip versiyası 2 kiloya qədər qaldıra bilər. Özünün çəkisi 800 qrama yaxındır. 800 qram 1 kiloqram arasındadır. Kamikadze məqsədlidir, kəşfiyyat məqsədlidir. Havada 1 kilometrə qədər yuxarı qalxışı var. 5 kilometr radiusda da hərəkət edə bilər. Yəni 5 kilometrə qədər uzaqlaşa bilər. Hər hansısa bir hücum olunarsa drona, məsələn dronun beynini ələ keçirib özləri istifadə etmək istəyərsə, bu zaman dron uyğun bir yer seçir. Özünü ora, belə deyim, çırparaq məhv edir. Layihə olaraq, ümumiyyətlə texnik olaraq qəbul olundumu dövlət tərəfindən və artıq hərbidə istifadə olunacaqmı bu dronlar? Bəli, bu dron dövlətimizə təqdim olundu. Sadəcə istehsal olunması ilə bağlı bir məlumat yoxdur əlimizdə. Çünki bu sadəcə bir prototip versiyası idi. Biz bunun təkmilləşdirilmiş versiyası üzərində çalışırıq. İlk dəfə idi bu cür bir aksiyanında iştirak edirdim universitetdə. Təsəvvür edə bilirsiniz, bu tələbə üçün böyük bir arzulanan bir şeydir. Səhnəni izlədim, səhnə mənim üçün böyük rol oynadı, səhnəni izləmək. İçimdə, qəlbimdə, ağlımda bir istək yarandı ki, bir gün mən də bu səhnədə olum. Mən bildiyim qədərilə sən universitetdə mütəmadi layihələr təşkil edirsən. Bu hansı səpkidədir bu layihələr? Sahəsinə görə dəyişə bilir. Çünki mən tədbirlər təşkil edəndə yoxsa tədbir fikirləri irəli sürəndə nə olduğuna baxmıram. Ağlıma gəlir və deyirəm ki, mən bunu eləyəcəm. İstedadlı, bacarıqlı bir gənc kimi nə kimi tövsiyələrin var? Həyatda biz hər şeyi qazana bilərik, fərq eləmir. Yəni, ayaqqabı ustası ola bilərik və yaxud da hər hansısa bir vəzifədə də çalışa bilərik. Vacib olan gənclərimiz hər zaman vətəninə, Azərbaycanına bağlı olmalıdır və hər zaman fəxr eləməlidir ki, biz bu dövlətin Azərbaycan Respublikasının vətəndaşıyıq. Rəşvin, təşəkkür edirəm. Çox sağ ol, vaxtını ayırdın. Siz sağ olun, buyurun.